Gel bizi sevgilim eller gözleyer aman, sinesi mahzunlu çöller güneyir. Gel bizi sevgilim eller gözleyer aman, sinesi mahzunlu çöller güneyir. Sen demelim kimi bu eşkle yandın, sen demelim kimi bu eşkle yandın. Geceler gece yatıp erken uyandım, geceler gece yatıp erken uyandım. Ah nece oldu bu günü bandım. Ah nece oldu bugün bandan. Gel bizi sevgilim eller gözleyer aman, sinesi mahzunlu çöller güneyir. Gel bizi sevgilim eller gözleyer aman, sinesi mahzunlu çöller güneyir. Əziz dinləyicilər, Düşüncələr verilişini dinləyirsiniz. Verilişin sponsoru Comfort Mebel Mərkəzi və bugünkü verilişimizi biz bəstəkar, həvəskar bəstəkar deməyəcəm daha. Çünki mən bugün bizə məlum oldu ki, həvəskar bəstəkar deyil, həkim, psixoloq, həqiqi bəstəkar elə Hacıbaba Həsənovun həsr eləmişik və Hacıbaba Həsənovun qızı Gülbəniz xanım bugün verilişimizin qonağıdır. Mən Gülbəniz xanım özünüz haqqında bir məlumat xahiş edirəm. Bir balaca, yəni siz hansı sənətin sahibisiniz? Mən bunu, yəni məqsədim var bu sualı verirəm sizə. Mən Bakı Slavyan Universitetinin müəllimiyəm. Dildən dərs deyirəm. Hansı dildən? Azərbaycan dilindən. Çox gözəl. Sizə də yəni uğurlar arzu edirik bu nəcib peşənizdə. Və mənim üçün ona görə deyirəm ki, bəs Hacıbaba müəllim öz övladlarını yəni bu istəməyib ki, musiqiçi olsunlar. 10 illik təhsilim var. Musiqi təhsiliniz. Bəli, 10 illik musiqi təhsilim var. Fortepiano sinifini yəqin ki. Fortepianonu bitirmişəm, bəli. Qardaşımın da ki, çox istəyirdi ki, qardaşım da qarmon çalsın. Xaliddir də, Xaliddir, bəli. Onun heç həvəsi yox idi. Mənim qardaşım riyaziyyat elmi ilə maraqlanırdı. Elə riyaziyyatçı, fizik riyaziyyatçı da oldu. Elə indi də fizik. Bəli. Deməli, sizin özünüz həvəsiniz olmuyor. Yəni bu sənəti davam etdiniz. Amma nəvələrinin həvəsi var. Bəli, qardaşımın iki qızını, ikisi də bülbüldə oxuyur. Çox gözəl. Fortepiano sənətində. Bəs sizin övlad? Mənim evladlarımda bilirsiniz, böyük qızım Aytən fransız, ingilis dili tərcüməçisi. Çox gözəl. Kiçik qızım Xalq İqtisad Universitetini oxuyur. Oğlum da ki, rəssamlıq akademiyasına daxil olub bu günləri, çox bu illəri. Çox təbrik edirəm ona görə. Və mən bilirəm ki, sizin qızınız da bizim verilişimizin daimi dinləyicilərindən. Çünki biliyor, bura zəng eləyib. Yəni bizim, mən olmamışım düz radioda, olub belə söhbətimiz. Və mən bir şey də qeytmək istəyirəm ki, Hacıbaba müəllimin qardaşı Yaşar Həsənov çox yəni professional sənətkar olub, o professional musiqiçi olub. Düzdür, onun da bir sıra sahələri olub. Bilirəm ki, o Asəf Zeynallardan musiqi məktəbini qurtarmışdı Yaşar Həsənov. Kitabxanaçılıq qurtarmışdı və həm də pedaqoq idi. APİ-nin, o vaxtı APİ deyilən, indiki TUSİ adına APİ-nin, o vaxtı Lenin adına APİ idi. Bilirəm ki, Yaşar müəllim o institut bitirmişdi və Yaşar müəllim gözəl sənətkardır, çox gözəl sənət. Bunu bütün musiqiçilər deyirlər. Çox təəssüflər olsun ki, o yəni xəstələnib, xəstəliklə əlaqədar infarkt xəstə. Onunla əlaqədar o da nəfəs aləti idi. Bəli, amma keçdi pedaqoji fəaliyyətə. Amma bütün nə qədər mən musiqiçilərlə söhbət eləmişəm, hamısı onun haqqında. Hətta bir şey qeyd etməyəcəm. Hacı Məmmədov bir dəfə ona sual verir. Məsələn, musiqidə belə bir şey var da, yaxşı sənətkara çox hörmət edirlər. Hətta yaxşı sənətkar yanında danışmırlar da. Məsələn, Hacı Məmmədov böyük sənətkardır. Onun yanında heç kəs söhbət eləməzdi. Bir dəfə sual verir ki, Yaşar qastrolda olurlar. Qastroldan gələndə deyir, Yaşar
filarmoniyada sənin sənətkarlar, musiqiçilər necə davranır? Deyir, necə adici? Deyir, yox, sən gələndə onlar hamısı ayağa durmalıdırlar. Yəni bu qədər gözəl sənətkar idi. Allah onun ruhunu şad eləsin. Yəni bu yaxınlarda elə o dünyasını dəyişib Yaşar müəllim də. Və əlbəttə keçək Hacıbaba müəllimə. Hacıbaba müəllim çox maraqlıdır. Mən heç onu bilmirəm ki, onun piyesi də var. Bəli, 2 musikomediyası olub onun. Şeyx Rəhmətullah və Boyaqçı Kərim. Gör, bu böyük nailiyyətdir, belə deyək. Onun xırda intermediyaları olub. Intermediya deyirlər o vaxt. O vaxtı, bəli. Bilirsiniz, o balaca xırda həcmli elə bir ki, lətifələrdir. Anekdot kimi lətifələrdir. Onu o vaxtı baxışlar keçirirdilər Kirov parkında. Biz də balacaydıq, atam bizi də aparırdı. Bax, orada mən görürdüm ki, iştirak eləyirlər, onu göstərirlər. Nə bilim. Bir telefon zəngimiz də var. Onu da qəbul edək. Alo. Alo. Bəli. Salam əleykum. Aleyküm salam. Özünüzü təqdim edin, xahiş edirəm. Mən Zeynəb xanımam. Çox gözəl Zeynəb xanım. Eşidirik sizi. Mən çox şadam ki, siz Hacıbaba müəllim haqqında gözəl danışa bilmirəm. Gözəl veriliş aparırsınız. Zeynəb xanım, siz nə amma bizdən də çox kövrəldiniz ki. Bəli. Sizə əvvəldən təşəkkürümü bildirirəm. Minnətdarıq Zeynəb xanım. Mən 1952-ci ildən Hacıbaba müəllimlə ailəvi dost olmuşam. Bugünə kimi onun övladları ilə görüşürəm. Hacıbaba müəllim gözəl bəstəkar və həkim idi. İndi kimi yadımdadır ki, o illərdə ifa olunan mahnıları, Yağma Yağış, Eşqimin Növrağı, Gülbəniz, Xatirələr, bu mahnıları bizim istəkli müğənnimiz Sarı Qədimova və Əlüstad Əliyev ifa edirdilər. Çox sağ olun, Hacıbaba müəllimi efirdə yada salmışsınız. İndidən mən sizə təşəkkürümü yenidən bildirirəm. Minnətdarıq. Ötürəm sizi bu verilişə görə. Çox sağ olun Zeynəb xanım. Ağzınız şirin olsun. Biz də sizə can sağlığı arzu edirik. Və mən istəyirəm ki, bir şey də qeyd edeyim ki, bu Ögey Ana filmində, ümumiyyətlə filmin bəstəkarı Tofiq Quliyevdir, amma orada bir mahnı ifa olunur. Əbülfət Əliyevin ifasında. Eşqimin Növrağı mahnısı. O mahnı adı Eşqimin Növrağıdır, hə? İndi Zeynəb xanım qeyd. Yəni bizdə imkan var o mahnı səsləndirməyə, amma gənc bəs müğənnidir, Zabit Nəbizadənin ifasında mənə elə gəlir ki, yeni yaz formada. Bəli, mən elə gəlir dinləyicilərim üçün. Bəlkə də siz eşitmişsiniz ya eşitməmişsiniz, bilmirəm bu mahnını. İndi biz çiçeğim